Salam əziz valideynlər və şagirdlər. Mən sizlərə 3-cü sinif riyaziyyat iş dəftərindən tapşırıqların izahını verəcəm. Ədəd oxunda təsvir etməklə fərqi tap. 75 çıxaq 22. Öncə 75-i müəyyən edirik. 75-dən 22 çıxanda 22 ədədində 2 onluq, 2 təklik var. 2 onluq geri gəlirik. 1 onluq geri gəlsək 62. 2 onluq geri gəlsək 52-nin üzərinə gəlirik və 2 təklik geri gəlsək 1, 2. 50'nin üzərində dayanırıq. Neçəsi qaldı? 50'si. 82-dən 26 çıxanda 82-ni müəyyən edirik, özləri qeyd edib. 26 çıxanda 26 ədədində 2 onluq, 6 təklik var. 2 onluq geri gəlirik. 72, 62 və 6 təklik geri gəlirik. 1, 2, 3, 4, 5, 6. Neçənin üzərində dayandıq? Dayandıq 56'nın üzərində. Yəni 82-dən 26 çıxanda 56'sı qalır. Ədədləri onluq və təkliklərə ayırmaqla fərqi tapın, ayıraq və tapaq. 56 ədədində 6 təklik 5 onluğumuz 50 var. 6 təklik 5 onluq. 42 ədədində 2 təklik 4 onluq var. 2 təşliyimiz 2, 4 onluğumuz 40. Burada qeyd edək. 56, 50 üstə gələk 6 kimi göstəririk. 42-ni 40 üstə gələk 2 kimi göstəririk. 50'nin üzərinə 40 gəlsək 90, 6'nın üzərinə 2 gəlsək 8. 90'ın üzərinə 8 gələndə burada çıxma əməli kim veribdir? Üzr istəyirəm. Burada çıxma kim verib? Aha. 50'den 40 çıxsaq 10, 6'dan 2 çıxsaq 4. 10'un üzərinə 4 gələndə edir 14. 56'dan 42 çıxsaq qalacaq 14'ü. Ədədləri alt-alta yazmaqla fərqi tapın. Fərqi tapaq. 40'dan 12 çıxanda 0'dan 2 çıxmaq olmur. 1 onluq ayırıq. Buraya edəcək 10. Burada qalır 3'ü. 10'dan 2 çıxsaq 8, 3'dən 1 çıxsaq qalır 2'si. 57'dən 22 çıxanda 7'dən 2 çıxsaq 5'i, 5'dən 2 çıxsaq qalır 3'ü. Davam edirik. 81'dən 6 çıxsaq. 1'dən 6 çıxmaq olmur. 1 onluq ayırıq. Burada edəcək 11. Burada isə qalır 7 onluq. 11'dən 6 çıxsaq 5'i, 7 onluq düşür aşağı. 46'dan 9 çıxırıq. 6'dan 9 çıxmaq olmur. 1 onluq ayırıq. 16 burada qalır 3 onluq. 16'dan 9 çıxsaq 7'si 3'ü düşür aşağı. 80'dən 60 çıxanda 0'dan 0 çıxsaq 0. 8'dən 6 çıxsaq qalır 2'si. 50'dən 19 çıxanda 0'dan 9 çıxmaq olmur. 1 onluq ayırıq. Ondan 9 çıxsaq qalır 1'i. Burada qaldı 4. 4'dən 1 çıxsaq qalır 3'ü. 71'dən 33 çıxsaq. 1'dən 3 çıxmaq olmur. 1 onluq ayırıq. 11'dən 3 çıxsaq qalır 8. Burada qalmışdı 6. 6'dan 3 çıxsaq qalır 3'ü. 52'dən 16 çıxsaq. 2'dən 6 çıxmaq olmur. 1 onluq ayırıq. 12'dən 6 çıxsaq qalır 6'sı. Burada qaldı 4 onluq. 4'dən 1 çıxanda qalır 3'ü. Ədəd üçlüyünü tamamla. Toplama və çıxmanın əlaqəsinə aid misallar yaz. Ədəd üçlüyümüzü tamamlayaq. Burada tam hissəni tapmaq üçün 36'nın üzərinə 25 gəlirik. 6'nın üzərinə 5 gəlsə edir 11. 1 yazırıq, 1 yadda. 3'ün üzərinə 2 gəlsə 5, 1 də yadda 6. Etdi 61. Biz bilirik ki, hissələr bizə tamı verir. 36'nın üzərinə 25 gələndə edəcək 61. Ədəd üçlüyümüzü tamamlayaq. 36 üstə gələk 25 bərabərdə 61. Toplananların yerini dəyişirik. 25 üstə gələk 36 bərabərdə 61. 61'dən çıxırıq 25 qalır 36'sı. 61'dən çıxırıq 36'sın qalır 25'i. Davam edək. Ədəd üçlüyünü tamamlayaq. 90'dan çıxırıq 68'i. 0'dan 8 çıxmaq olmur. 1 onluq ayırıq. 10'dan 8 çıxsaq qalır 2'si. Burada qaldı 8 onluq. 8'dən 6 çıxanda qalır 2'si. Yəni bizim hissəmiz bizə 22'ni verdi. 68 ilə
22-nin cəmi edir 90. 22 ilə 68-in cəmi bizə 90-ı verir. İndi isə çıxma ilə əlaqələndirək. 90-dan 22 çıxsaq qalır 68. 90-dan 68 çıxsaq qalır 22-si. Davam edirik. Hissəni tapmaq üçün tamla digər hissəni çıxırıq. 6-dan 8 çıxmaq olmur, 1 onluq ayrıq. 16-dan 8 çıxsaq 8-i, 6-dan 2 çıxsaq 4-ü. Etdi 48. Hissələri toplayanda bizə tamı verir. 48 üstə gələk 28. 48-in üzərinə 28 gəlsək edəcək 76. 28-in üzərinə 48 gəlsək edəcək 76. 76-dan çıxsaq 28-i qalır 48. 76-dan çıxsaq 48 çıxsaq qalacaq 28-i. Davam edək. Hissəni tapırıq. 81-dən çıxırıq 39-u. 1-dən 9 çıxmaq olmur, 1 onluq ayrıq. 11-dən 9 çıxsaq 2-si burada qaldı 7. 7-dən 3 çıxsaq qalır 4-ü. Əlaqələndirək. 39-un üzərinə 42 gəlsək edir 81. 42-nin üzərinə 39 gəlsək edir 81. 81-dən çıxsaq 39 qalır 42. 81-dən çıxsaq 42 qalır 39. Misalları həll et, cavabı toplama əməli ilə və yaxud da çıxma ilə yoxla. Baxaq. 47-nin üzərinə 35 gəlsək, 7-nin üzərinə 5 gəlsə 12, 2 yazırıq. 1 ya da 4-ün üzərinə 3 gəlsək 7, bir də ya da 8 etmiş olacaq. Etdi 82. Çıxma ilə yoxlayaq. 82-dən çıxaq 35-i. 2-dən 5 çıxmaq olmur, 1 onluq ayırıq. 12-dən 5 çıxsaq qalır 7-si. 7-dən 3 çıxsaq qalır 4-ü. Çıxma ilə əlaqəsini yazdıq. 64-dən çıxırıq 19. 4-dən 9 çıxmaq olmur, 1 onluq ayrıq. 14-dən 9 çıxsaq qalır 5-i. Burada qalmışdı 5. 5-dən 1 çıxsaq qalır 4-ü. Neçə etdik? 45. Çıxma ilə yazdıq. Toplama ilə yoxlayaq. 45-in üzərinə 19 əlavə edək. 5-in üzərinə 9 gəlsək 14, 4 yazırıq. 1 ya da 4-ün üzərinə 1 gəlsək 5, bir də ya da 6 etmiş olacaq. 34-ün üzərinə 39 gəlirik. 4-ün üzərinə 9 gəlsək 13, 3 yazırıq. 1 ya da 3-ün üzərinə 3 gəlsək 6, bir də ya da 7 etmiş olacaq. 73-dən çıxırıq 39-u. 3-dən 9 çıxmaq olmur. 13-dən 9 çıxsaq 4-ü. Burada qaldı 6. 6-dan 3 çıxanda qalır 3-ü. 100-dən 60 çıxsaq 0-dan 0 çıxsaq 0. 0-dan 6 çıxmaq olmur. 1 onluq ayırdıq. 10-dan 6 çıxsaq qalacaq 4-ü. Toplama ilə əlaqəsini yazaq. 40 üstə gələk 60. 0-ın üzərinə 0 gəlsək 0. 4-ün üzərinə 6 gəlsək edəcək 10. Növbəti səhifədə tapşırığa baxaq. Məhsulu tapın. Çıxmanın komponentin ilk öncə yada salaq. Çıxmanın komponenti azalan, çıxılan fərqdir. Məhsul çıxılanı tapmaq üçün nə edirik? Məhsul çıxılanı tapmaq üçün, baxın əziz şagirdlər, çıxılanı tapmaq üçün azalandan fərqi çıxırıq. Burada baxın, azalanımız 82-dir. Çıxılanımız məhsuldur, yəni boş xana bilmirik neçədirsə. Fərqimiz isə 35-dir. Çıxma əməlində ən böyük komponent azalandır. Çıxılanı tapmaq üçün azalandan fərqi çıxırıq. 82-dən çıxırıq 35-i. 2-dən 5 çıxmaq olmur. 12-dən 5 çıxsaq qalır 7. Burada qalmışı 7. 7-dən 3 çıxsaq qalır 4. Edir 47. Toplanan cəm kimi baxırıq. Toplananın komponentidir. Toplanan cəm. Məhsul toplananı tapmaq üçün, məhsul yəni bilinməyən toplananı tapmaq üçün cəmdən məlum toplananı çıxırıq. 40-dan 14 çıxsaq 0-dan 4 çıxmaq olmur. 1 onluq ayrıq. 10-dan 4 çıxsaq 6-sı. 3-dən 1 çıxsaq qalacaq 2-si. Etdi 26. Toplanan cəm kimi baxırıq. Məhsul toplananı tapmaq üçün cəmdən məlum toplananı çıxırıq. 75-dən çıxırıq 38-i. 5-dən 8 çıxmaq olmur. 1 onluq ayrıq. 15-dən 8 çıxsaq qalır 7-si. 6-dan 3 çıxsaq qalır 3-ü. Qaldı 37. Məhsul çıxılanı tapmaq üçün azalandan fərqi çıxırıq. 53-dən çıxırıq 19-u. 3-dən 9 çıxmaq olmur. 1 onluq ayrıq. 13-dən 9 çıxsaq 4-ü. Burada qaldı 4. 4-dən də 1 çıxsaq qalır 3-ü. Etdi 34. Davam edək. Məhsul azalanı tapmaq üçün fərqin üzərinə çıxılanı gəlir. Fərqimiz 24-də, çıxılanımız 27-dir. 4-ün üzərinə 7 gəlsə 11, 1 yazırıq. 1 ya da 2-nin üzərinə 2 gəlsə 4, bir də ya da 5 etmiş olacaq. Etdi 51. Davam edək.
Ədəd tərəzisinin gözləri bərabərləşdirilib. Boş dairələrə uyğun ədədləri yaz. Baxaq. Öncə nə edirik? Ədəd tərəzinin gözlərini deyir bərabərləşib. Boş xanaya uyğun ədədi yaz. Nə edirik? İlk öncə hər iki ədədi hesablayırıq. 32-nin üzərinə gəlirik 49-u. 9-un üzərinə 2 gəlsə 11. 1 yazırıq. 1 yadda 3-ün üzərinə 4 gəlsə 7. 1 də yadda 8. Baxın, bunlar ikisi bir yerdə cəmi 81 etdi. O zaman tərəzinin gözü bərabər olur ki, ədəd tərəzinin gözü. Hər iki gözdə eyni ədəd dayanır. Bax, burada 81 etməlidir. 81-in 40-ı burada yazılıb. Digərinə nə yazmalıyıq? 81-dən çıxırıq 40-ı, 1-dən 0 çıxsaq 1, 4. 8-dən 4 çıxsaq 4. Demək ki, burada 41 olmalıymış ki, bunların da ikisinin cəmi 81-i versin. Eyni qaydada burada verilən 3 ədədi toplayırıq. 33-ün üzərinə 22 gəlirik, üzərinə də 17 əlavə edirik. 3-ün üzərinə 7 gəlsə, 10 üzərinə 2 əlavəsi 12, 2 yazırıq. 1 yadda 3-ün üzərinə 2 gəlsə 5, üzərinə 1 gəlsə 6, 1 də yadda 7 etmiş oldu. Etdi neçə? 72. Demək ki, bu iki ədədin cəmi də 72-ni verməlidir bizə. 72-nin 22-si burada var. Tam və hissəsi kimi də düşünə bilərik. 72-nin 22-si varsa, 72-nin 22 çıxmaqla digər boş xananın içini tapırıq. 2-dən 2 çıxsaq 0, 7-dən 2 çıxsaq 5. Burada etdi 50. 2 ədədin cəmini tapırıq. 44-ün üzərinə 33 gəlirik. 4-ün üzərinə 3 gəlsək 7, 4-ün üzərinə 3 gəlsək 7 etdi 77. Burada etdi 77. Burada da 3 ədədin cəmi 77-ni verməlidir. 3 ədəddən ikisini verib. İkisinin cəmi edir 39. 39-dan 12-nin cəmi 2-nin üzərinə 1 gəl, 9 gəlsə 11, 1 yazırıq. 1 yadda 1-in üzərinə 3 gəlsə 4, 1 də yadda 5 etmiş olacaq. 2 etdi 51. 3-ü 1 yerdə 77-dirsə, 2-sinin cəmi 51-dirsə, 77-dən 51 çıxmaqla digər ədəd tapırıq. 7-dən 1 çıxsaq 6-sı, 7-dən 5 çıxsaq 2-si. Digər ədəd 26 olmuş olacaq. Növbəti tapşırığa baxırıq. Tərəzinin gözləri bərabərləşdirmək üçün neçə kub əlavə etmək yaxud götürmək lazımdır? Baxaq. Tərəzinin bir gözündə 1 onluq 4 təklik verir. 14. Üzərinə gəlib, bilmirik neçə gəlibdir və burada edəcək 3 onluq 7 təklik. 3 onluq 7 təklik 37. Məhsul toplananı tapmaq üçün cəmdən məlum toplanan çıxırıq. 37-dən 14 çıxırıq. 37-dən 14 çıxanda qalır 23. Demək ki, tərəzinin bu gözünə 23 kub əlavə etmək lazımdır və ya digər gözündən 23 kub götürmək lazımdır ki, tərəzinin gözü bərabər olsun. Davam edək. Baxırıq, tərəzinin bir gözündə 2 onluq verib 3 təklik. 2 onluğumuz, 3 təkliyimiz edir 23. 4 onluq. Burada isə 1, 2, 3, 4, 5, 6, 7 təklik verib. Edir 47. Tərəzinin bir gözündə 23 daş var, kub var. Digərində 47 var. Biz bir gözündən neçəsə kub götürməliyik və ya digərini əlavə etməliyik ki, tərəzinin gözü bərabər olsun. 47-dən 23-ü çıxırıq. 47-dən 23 çıxsaq qalır 24. Demək ki, tərəzinin bir gözünə 24 kub əlavə etmək lazımdır və yaxud da digərindən 23 kub götürmək lazımdır. Üzr istəyirəm. Bir gözünə 24 kub əlavə etmək lazımdır və yaxud da digərindən 24 kub götürmək lazımdır. Baxırıq, burada bizə 1 onluq 3 təkliyimiz edir 13 və neçəsə kub əlavə etsək 5 onluğa bərabər olar, yəni 50-yə. Bunun üçün 50-dən 13-ü çıxırıq, qalır 37-si. Yəni tərəzinin bir gözündən 37 kub götürmək olar, çox gözündən digərinə bərabərləşdirmək üçün və yaxud da digərinə 37 kub əlavə etmək olar ki, 50-yə bərabər olsun. Burada 50 kub var, 50-dən 37 kub götürsək, burada qalacaq 13 dənə kub. Burada da 13 var. Bir-birinə bərabər olur. Və yaxud da ki, tərəzinin gözlərinə
Bura 37 kub əlavə etmək olar ki, tərəzinin gözü bərabər olsun. Davam edək. Bir binada 54, digərində isə bundan 8 ədəd az mənzil var. İkinci binada neçə mənzil var? Bir binada 54 mənzil var, digərində isə bundan 8 mənzil azdır. Birində 54-dürsə, məsələn, burada 54 mənzil varsa, digərində bundan 8 mənzil azdırsa, yəni bu nə deməkdir? 54-dən 8-in çıxmaqla digər binadakı mənzili tapmış olarıq. 54-dən çıxırıq 8-ini. 4-dən 8 çıxmaq olmur, 1 onluq ayırıq. 14-dən 8 çıxsaq qalır 6-sı. Burada qaldı 4. Yazırıq fərqə. 46. Bizdən soruşur ki, digər ikinci mənzildə, ikinci binada neçə mənzil var? 46 mənzil var. Və bizə deyir ki, məsələyə aid elə sual yaz ki, cavab 54 üstə gələ 54 çıxaq 8 ifadəsini qiymətini hesablamaqla tapılsın. Burada necə bir ifadə yaza bilərik? Məsələn, bizə deyir ki, bir binada 54, digərində də bundan 8 ədəd az ədəd mənzil var. İkinci binada neçə mənzil var? Bizə sual verə bilər ki, 2 binada birlikdə neçə mənzil var? İki binada birlikdə neçə mənzil var? Bu zaman, yəni bizə birinci şərti vermişdi. Bir binada 54, digərində isə bundan 8 ədəd az mənzil varsa, biz belə yazarıq. Birində 54, digərində isə bundan 8 ədəd az, yəni 54 çıxaq 8 mənzil varsa, İkisində bir yerdə neçə mənzil edəcək? 54 üstə gələk. 54-dən 8-in çıxsaq 46. İkisində bir yerdə 100 mənzil etmiş olacaq. Neçə mənzili olmuş olacaq? İki binada birlikdə 100 mənzil olmuş olacaq. İzahlarımız bu qədər əziz şagirdlər. Növbəti izah.